Salam əziz həmvətənlər, həmişə salamat olasınız inşallah. Bu günlərim qurma səbzi ilə hikmət izləyir. Biz həmişə qurma səbzinin düyüsünü bişirəndə ərişdə ya rişdə ya xali ya ayrı məvadlar izafə eləyərik. Bu gün istəmişəm sizə rişə supu ilə bişirim. Əvvəldə yağı töküb qablamaya və rişə supu biləsinə izafələdir. Və biraz icazə verir ta rişə su qızarsın və rəngi dönsün. Be تعداد hər nəfər düyü izafələdik və onu yuyub və بعد از اینکه رشته‌miz qızardı onu qırağa qoyub ta bir kolay riştə soyusun düyünü ona izafələdirik. خب burada düyümüz fərq eləyir. Hala hindi ola ya Pakistan ola ya İrani ola. Bu bər əsas hər düyü ki siz istədiniz ya istəsiz kət eləyəsiz. Çünki mən islatmamış kət eləyirəm. برای همین hindi düyünə 2 ya 3 livan izafə su tökürəm. Burada duzumuzu izafələdib və qoyuruq ki düyümüz pişmə xalətinə gəlsin və suyunu çəksin. Düyümüzün suyu çəkilib və qapağını qoyuruq ta gedə dəm alın. حالا növbəti budur ki, gedək xuruştumuza amade edək. برای اینکه xuruştumuz yeməli olsun, həmişə soğanını biraz izafə edərik. بعد از bu ki soğanlarımızın haləti biraz döndü və təlایی oldu, səbzi qurmamızı biləsinə izafələdib və icazə veririk təqribən 5 dəqiqə qızarsın və səbzinin rəngi dönsün. Burada mən bir qaşıq rub ənar və bir qaşıq rub qocədən izafələdib və biləsinə sarı kök və duzu əlavə edirəm. Biraz برای اینکه rubumuz سفت olmuyor və yanmıyor su izafələdib və icazə verirəm ta rubumuz qarışsın və həll olsun. خب حالا نوبت buna yetiribdir ki bəqiyə məvaddır ki əhəm از ət ماش və bu səbzi xuruşlar əslin ki mən qəblən qurutmuşdum və biraz pudr paprikanı izafələdirəm xuruştuma. Biraz su əlavə edirəm və axırda da limu əmanını izafələdib və xuruştumun qapağını qoyuram به مدت yarım saat. icazə verirəm xuruştum pişə və qavama gələ. خب منم غذام hazır olub və qavamına gəlib. Rub ənar باعث olur ki qəza maləs ola və çox xoş təam ola. Bu gözəl qəzanı sizin gözəl niqahlarınıza təqdim edirəm. Nuş canınız olsun. Mama çok dese pis idim.